Hoş gördük əziz tamaşaçılar. Biz sizi salamlayırıq yeniden Bine qəsəbəsindəki stadionunda. Bu sefer oyunun ikinci hissəsi üçün bağlanmışıq. Mingəçevir komandasının heyətində dəyişiklik edilib. Meydanı tərk edən futbolçu 20 nömrə Gülağa Əsədov. Meydana daxil olan futbolçu 6 nömrə Murad Dadaşov. Və birinci hissədə hesab açılmadı. Bakı Sporting Mingəçevir oyununda göre ikinci hissədə neler baş verəcək. Mingəçevirin heyətində də dəyişiklik olundu və ikinci hissə başladı. Qapıcı yerindədir. Mikrofon arxasında da mənəm, Demirov Hüseyin Ağa. Artık qar kəsib biraz, yağış da kəsib. Və indi Bakı Sporting'in ultumu izləyəcəyik. Hala bir zərbə gələ bilərdi, amma heç nə alınmadı. Baş vəzirləri sizə təqdim edeyim deməli. Bakı Sporting'in baş vəzirisi. Bir neçə əvvəl bundan iller önce Bakı Sporting'in baş vəziri postunda işləmiş Elman Sultanov əvvəllər Premier Liga klublarında da işləyib, Səbail komandasında da çalışıb və indi isə Elman Sultanov Bakı Sporting'in uğurları üçün çalışır. Yerde kalan oyuncu var. Bakı Sporting'de Elman Sultanov 2. ligadan komandaya rəhbərlik eləməyə başladı. 2. ligadan düz 1. liga kimi bu vəziyyətə qədər komandanı Elman Sultanov gətirib çıxardıb. Elman Sultanov 2015-2016 mövsümündə də Səbaildə də çalışıb. Bakı Sporting'dən əvvəl Səbail komandası Premier Ligada oynayanda, yəni Səbail komandasına da 2015-2016 illərə qədər rəhbərlik edib. Ondan sonra isə komandaya Samir Əliyev və Aftan Dilaçiyev rəhbərlik eləməyə başladı. İndi isə Elman Sultanov Bakı Sporting'in uğurları üçün çalışır. Keçən mövsüm onlar Elman Sultanov'un rəhbərliyi altında Azərbaycan 2. ligasının qalibi oldular və indi isə 1. ligada bu mövsüm yerlərini qoruyacaq və gələn il komanda Premier Ligaya oynayacaqlar. Qar yağır müəyyən qədər. Out görək kimindir. Out Mingəçevirindir. Və Füzuli Məmmədov da hələ Elman Sultanov kimi tanınmış baş məşqçidir. Füzuli Məmmədov da Neftçidə işləyib və Neftçi ilə 2-ci yer tutub və Neftçi komandasını Avropa Ligasına çıxardıb. Və sonra Füzuli Məmmədov Qaradağlı Batanla 1-ci divizyonun qalibi də olub. İndi isə Mingəçevirin uğurları üçün çalışır. O pas. Görək. Həmçinin də onu da qeyd edeyim ki, Füzuli Məmmədov UEFA'nın baş məşqçi sertifikatına da layiq görülüb. Yəni ABCSD baş məşqçi kurslarında da oxuyub, yəni kateqoriyalarında da oxuyub. Həmçinin də pro kateqoriyasında baş məşqçi sertifikatına da layiq görülüb. Deyəsən
Bakı Sporting'in ihtiyaç oyuncular skameykasında oturan oyuncuların birine sarı vərək verildi. Yəni belə savadlı baş məşqçilərimiz olandan sonra bizim futbolumuz inkişaf eləyər. Yəni növbəti sarı vərək alacaq. Sarı vərəklər havada uçuşur. Qar da yağır yaman. 50-ci dəqiqə gedir. Cərimə zərbəsi vuracaq Bakı Sporting Elman Soltanovun yetirmələri. Və əla pas. Qapıcı möhtəşəmsən. Topu barmaqları ilə çıxartdı orada. Qar yenə güclənib. Bir dənə bu oyunu başa vuraq. Qar sonra yaxsın. Və onu da qeyd edeyim ki, bizim təşkilati dəstəklərimizə də təşəkkürümü bildirim. Amma ilk öncə Futbol Saatının və Futbol Nəbzinin rəsmi YouTube kanalına da abunə olmağı unutmayın. Bizim sərbəst atışla Mingəçevir topu oyuna daxil eləyəcək. Daha doğrusu cərimə zərbəsi vuracaq. Bizim təşkilati dəstəyimiz Futbol Arenasıdır. Ona həm öz adından, həm də kanalımız adından təşəkkürümü bildirirəm. Bizim ikinci bir təşkilati dəstəyimiz var. Ekstra Time. Həm öz adımdan, həm də kanalımız adından təşəkkürümü bildirirəm ki, yanvar ayından etibarən bizimlə əməkdaşlığa başladılar. Ekstra Time'da bizim kimi istər Azərbaycan futbolu haqqında, istər də düzdür. Ekstra Time Azərbaycan Premier Ligasının haqqında danışır, amma bizim kanal yəni ki, həm Azərbaycan Premier Ligası, 1-ci liqa, 2-ci liqa, region liqası, yəni bütün liqalardan məlumat verir. Amma Ekstra Time'ı da izləsəniz, misli Premier Ligası haqqında ən son xəbərləri də sizlərə çatdırır. Həmçinin də Ekstra Time region liqası klublarının necə deyim, bir məlumatlar da hazırlayır. Yəni əgər kim istəyirsə Ekstra Time'ın TikTok səhifəsinə və Instagram hesabına takip atıb region liqası klubları haqqında məlumatı oradan oxuya bilərsiniz. Həm Ekstra Time'a, həm də Futbol Arenasına şəxsən həm öz adımdan, həm də YouTube kanalımız adından təşəkkürümü bildirirəm. Mingəçevirin də əla pasını verdi, amma yerdə qalan oyuncu var. 53-cü dəqiqə yekunlaşır oyunda, hələ ki hesab 0-0'dır. Əla pas. Pressing. Əla. Elman Soltanov'u görürsünüz. Səbailin sabit baş məhkisi və indi isə Bakı Sporting'in uğurları üçün çalışır. 54-cü dəqiqə gedir və deyəsən out olacaq ya da cərimə zərbəsi. Yox, Mingəçevirin də out. Bakı Sporting out vurmayacaq.
Mikrofon arkasında da mənəm, Demirov Hüseyin Ağa. Hava pasını verir. Füzuli Məmmədov'u görürsünüz. Bakı Sporting'in bütün oyuncuları hakimin diqqət mərkəzini almışdı bayaq. Ne deyəsən yerdə qalan oyuncular Bakı Sporting'dən ama ayağa durdu. Ya pressing. Siz de bizim YouTube kanalımıza abone olmayı unutmayın. Ya qayda pozulub. Nəsən? Bakı Sporting'in həkimləri meydana dəvət olunmalıdır. Baş məşqçilər də sizə təqdim edeyim yenidən deməli. Meydan sahiblərinin baş məşqçisi. Əvvəllər Səbail komandasının baş məşqçi postunda çalışmış və indi isə Bakı Sporting'in uğurları üçün çalışan Elman Soltanov. Füzuli'nin də baş məşqçisi, Mingəçevir'in də baş məşqçisi yenici komandaya təyin olunmuş. Neftçi komandasının sabiq baş məşqçisi Qaradağ Lokmatanda baş məşqçi olmuş Füzuli Məmmədov. Füzuli Məmmədov Neftçi ilə həm bir dəfə ikinci yer tutub, həm də Avropa Liqasına yollanıb. 2019-2020 mövsümündə həmçinin də yəni ki Füzuli Məmmədov UEFA'nın baş məşqçi kurslarından oxuyub. Yəni ABCS kategoriyaları üzrə həm də Pro kategoriyası üzrə baş məşqçi sertifikatına da layiq görülüb. 57. dəqiqə gedir. Və indi Bakı Sporting görək nə ilə həyatda qalacaq. Aha, riskli hərəkətlər. Elman Soltanov'u gördünüz və Cəfər Əlizadə yerindədir. Bakı Sporting'in qapıcısı Mingəçevir'in də. Ya Mingəçevir'in də yenidən alt vuracaq. Elman Soltanov da əsəblərini cilovlamalıdır. Aha, out. Sarı verəyə. Ama bir sarı verək oldu. Elman Soltanova deyildi ki əsəblərini cilovlamalıdır. Qırmızı verəyə artıq. Oy 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 oy. Köməkçi baş məşqçi meydandan qovulur. Ona birinci hissədə də sarı bərək verilmişdi. İkinci hissədə də bir sarı bərək aldıq. Avtomatik hərəkətinə görə qırmızı bərək, amma Elman Soltanova sarı bərək verildi.
Out Bakı Sporting'indi. 59-cu dəqiqə gedir. Müəyyən qədər Binə qəsəbəsindəki stadiona azarkeşlər gəlib. Artıq oyunun 3də 1 hissəsi başlayır. Və oyunun 3də 1 hissəsi başladı. Və pressing gəlir. Hala bir pas. Və köməkçi Maşməyçi qovuldu. Out Bakı Sporting'indi. Köməkçi Maşməyçi ikinci sarını alaraq avtomatik qırmızı aldı. Yəni qovulmağa nail oldu. Amma Elman Sultanov da bir sarı bələk aldı. Out Bakı Sporting'indi. Mingəçevirin də əks hücuma çıxmaq istəyirdi. Bakı Sporting meydan sahiblərini eləyir. Riskli hərəkətlər oynayırlar uşaqlar. Altmış birinci dəqiqə gedir. Hakim bugün sarı vələklərdə uçuşdu, amma bir dəfə də qırmızı vərəyi çıxartdı. Altmış ikinci dəqiqə gedir. Və az qala hesab da açılmışdı, amma nə yaxşı ki orada Mingəçevirin oyuncusu ayaq qoydu. Bakı Sporting'in bu hücumuna Mingəçevir əks hücuma çıxır. Görək ilk qələbələrini qazana biləcəkmi? Siz də bizim YouTube kanalımıza abunə olmağı unutmayın. Bizim təşkilatı dəstəklərimiz futbol arenasıdır, həm də ekstra time'dır. Həm öz adımdan, həm də YouTube kanalımız adından hər ikisinə təşəkkürümü bildirirəm. Və Mingəçevirin qapısı yerindədir.